Bu gün biz Mingəçevir şəhərində Kür təlim və idman kompleksində mühüm bir yarışa şahidlik edirik. Bizim məktəblilərin suüstü və sualtı gəmilərinin, dronlarının, robotlarının yarışlarıdır. Sistem ölkə turniri yarışmasında iştirak edirik. Gördüyünüz kimi hələ hazır olması da çalışırıq hazırlayaq. İnşallah qalib olmaq hədəfimizdədir. Yarışa neçə aylarda hazırlaşırıq və ümid edirik ki, Rabbimizdə yarış vaxtı heç problem çıxmaz və qalib olarıq. Bugün ROC Azərbaycan Rock Challenge 2026-cı il yarışındayıq. Yarış səhər tezdən başlayıb və hazırda yekunlaşma mərhələsindədir. Bu mərhələdə mən texniki baxış keçirəm. Gəmilərin hazırlayan hissələrini su keçirib keçirmədiyin, gəmilərin su altında stabilliyini yoxlayırıq. Gəmilərdə hər hansı bir nasazlıq varsa, həmin nasazlığı aşkar edib, ona uyğun təkliflər verdik. Bu platforma artıq ikinci ildir ki, ölkəmizdə həyata keçirilir Respublika səviyyəsində. Platforma yalnız bir hobbi deyil, eyni zamanda böyük bir öyrənmə mühitidir. Fizika, riyaziyyat dərslərində öyrəndikləri Arximed qanunu, hidrodinamika, elektronika biliklərini burada real tətbiqini göstərirlər. Suyun müqaviməti, tarazlıq nöqtəsinin tapılması, suyun təzyiqi kimi çətinliklərlə mübarizə aparmaq onların əsas tapşırıqlarından biridir. Dünyada gəmi qayırma, sualtı tədqiqatlar, bərpa olunan enerji, süni intellektin bu istiqamətlərə inteqrasiyası xüsusi mühüm önəm daşıyır hal-hazırda. Və bizim bu günləri şagirdlərimizin ərsəyə gətirdikləri, təqdim etdikləri layihələr və onların burada problemin həllinə yönəlmiş tapşırıqların icrası zamanı göstərdikləri performans onların bugünkü layihələrinin gələcək üçün böyük layihələrin təməli olduğuna inanırıq.